Salam, çox qısa bir yenilik haqqında məlumat vermək istəyirəm. Deməli, bəzi pasientlər var ki, ödənişlərini kredit formasında ödəyir. Burada gəlir xərc hissəsində kreditlər bölməsi əlavə edildi. Deməli, bu hissəyə toxunub buradan plus düyməsinə gələndən sonra burada pasientin adının nömrəsini yazırsınız və deyək ki, məsələn, ümumi borcu 3000 manat olsun. Ödədiyi miqdar deyək ki, 600 manat ilkin olaraq ödəmiş olsun. Bu hissədən krediti 3 aya, 6 aya, 19, 12 aya qədər bölə bilirsiniz. Və ilk ödəniş tarixini deyək ki, məsələn, gələn ayın bu gününü seçirəm. Seçdiyiniz tarixin, hər ayın seçdiyiniz tarixində pasiyentə SMS göndərir ki, kredit vaxtınız, ödəniş vaxtınız çatıb, xahiş edirik, aylıq ödənişinizi tamamlayın tərzində bir SMS göndərir. 9 ay seçmişsinizsə, 9 ay ərzində bu SMS göndərməyə davam edir və ödəyəcəyi miqdarda SMS-də göstəriləcək. Və bu hissədən də kreditli pasiyentlərinizi izləyə bilərsiniz. Ümumi məbləğ nə qədərdir, ödədiyi miqdar nə qədərdir, qalıq borcu nə qədərdir, neçə ay qalıb filan bu hissədən izləməyiniz mümkündür.